Lənkəran rayonunda ağır yol nəqliyyat hadisəsindən sonra dünyasını dəyişən 25 yaşlı Ümid Nicat oğlu Möhbbətovla bağlı bəzi detallar məlum olub. Today Press TV Qafqaz Infoya istinadən xəbər verir ki, rayonun Separadi kəndi ərazisində körpü üzərində qeydə alınan yol nəqliyyat hadisəsi zamanı Masallı rayonu Mahmudavar kənd sakini 2005-ci il təvəllüdlü Sultan İlkinoğlu Hacıyevin idarə etdiyi Hyundai Sonata markalı avtomobilin 20 metr hündürlükdən çaya düşməsi nəticəsində sərnişin qismində olan həmyerlisi 21 yaşlı Ümid Nicatoğlu Möhbətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da xəsarətləri ağır olub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü isə reanimasiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, həyatını itirən gənc Masallı rayonunun tanınmış həkimlərindən biri olan Nicat Möhbətovun övladı imiş. O, Türkiyədə təhsil alırmış və bir müddət əvvəl ölkəyə qayıdıbmış. Faktla bağlı araşdırma aparılır.